Mənim canım Behicə xanım, illərin sənətkarı. Nəhayət ki, yeni fotosesiya eləmək qərarına gəldik. Və bugün may ayının 10-u Gül bayramı münasibəti ilə Behicə xanım Şairə Nazilə Səfərli fotosesiya üçün Yasəmən ağacına çıxıb. Emməyə çətinlik çəkən xanım şairə Pərviz bəyə müraciət edib. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Fotolara qısa zaman ərzində çox sayda bəyəni və şərh gəlib.